Salamlar, necəsiz? Salam qızlar, yeni günə başladıq. Baxın küləyə. Düzü bu günləri gec başladım. Amma bəlkə ola bilsin 2 günün vlog elədim. Dəhşət hava küləkdir. Yoldaşım işdən gəlir, dedi görüşək. İndi gedirəm birinci qaynanamın çörəyini alım. O qara çörək yeyir, sağ tərəfdə deməli təndir yeri var, orada pişirirlər. Mayasız qara çörəkdir. Şəkərdir deyə ona ağ çörək olmaz. Baxın küləyə dəhşətdir də, uçurdur aləmi. Təsəvvürün ki, səhər paltar sərdim. Maşallah, maşallah, xeyirli, ruzlu, bərəkətli olsun qonşunun həyətidir. Paltar sərdim, 1 saatın içində külək onu necə qurutdusa, heç yayda o 1 saatı qurumaz da. Təsvir eləyin də. İndi özünüz Bakıda yaşayırsınızsa bilirsiniz. Bizi bölgələrdən də, digər ölkələrimizdən də izləyənlər var. Onlara çoxlu maç quç-quçlar. Getdim çörək almağa. Sonra da yoldaşımla görüşəcəm. Yoldaşım da gəldi, çıxdı. Çörək almağa gəlmişik. Rastlaşmışıq əslində. Böyür tərəfdə görüşəcəyik. Yəni təsadüfən danışırız, görüşməyik. Bəli. Salam, yorulmayasınız. Qara çörək verərsiz də bir dənə zəhmət olmasın. Yoldaşımla görüşdük. Təsadüfi də olsa, oradan gəldi, yanımızda mini bazar var idi. Çox əlverişli bazardır, rahatdır bizim üçün. Orada o bazarın açılmağı, yəni buraya üçün çox gözəldir. Ehtiyacı olan bir şey idi. Buradan meyvə tərəvəzlərimizi aldıq və sonra gedəcəyik marketə. Marketdən də bəzi şeylərimizi alacağıq. İnşallah çay falan bir çox şeylərimiz qutarmışdır. Biz həftəlik bazarlıq eləyirik, aylıq eləmirik. Həftəlik elədiyimiz üçün bu bizə kifayət edir. Şunu istiyorum, biz avans şunda yox. Yoxdur, sonda qoy qalsın. Bunları da silib təmizləmişdim. Daha yumuşdum səhər. Dedim axşam gələnə, bazarlıq elib gələnə qədər bizim əlimizdən tutsun. Yəni suyu çəkilsin, eləsin, rahatlansın. Sonra yerləşdirib xaldeniki içini dolduraq. Allahın köməkliyi ilə inşallah. Allah hamının ruzsunu bol, canını sağ eləsin. Amin, amin, amin. Yorumlara çoxla amin yazın. Amin inşallah. Qızlar, deməli 2 dənə sport peçeni aldım. Bayaq tam hamısını mağazinə çəkə bilmədim. İnsanlar çox idi deyə. Deməli həmişə yediyimiz Vkusno kalbasası, Galanski pendir. Sonra belə bir rasiski kalbasa aldım, Papa Mojut'un. Bu qaymaqdır. Sonra belə bir fərqli, bu səfər fərqli bir şirin süt aldıq, sıkışonlu. Sonra qabartma. Bunun vanili de vardı. Vanil, droş, ketçup. Sonra konfetler aldım. Qırmızı soğan almışam. Bu sezonlarda qırmızı soğan yemək çox məsləhətlidir. Və şor aldım. Sonra makaron. Salfetka aldım. Sonra bu nə? Bu şor idi. Bu şokolad yağı idi. Bir də sarımsaq aldım kulokda. Bir də belə bir şey aldım. Çərəz deyir biz buna. Çərəz əslində qoz fındığa da deyirlər. Bu nə deyirlər ona? Nəysə, belə bir atışdırmalıq çayla. Sonra belə bir konfetlər. Oradan qaynanam verir. Mən çəkirəm sizə. Sonra belə bir konfet. Sonra yenə makaron aldıq. Biz konfetləri az alırıq. Çeşid olaraq fərqli çox alırıq. Diyeceğiz bu nə qədər konfetdir. Sonra belə bir duz aldım. Mən bu duzu çox sevirəm. Süfrə duzunu. Bunu aldım. Mən doymaq ununu çox sevirəm. Çox dadlı olur. Həm şinyatları, həm pizzası. Tez çayı aldım. Sonra nə? Bir də meyvələr gedim çəkim. Meyvələrdən alma aldım. Bu almanın dadı möhtəşəmdir də. Keçən səfər 1.50 aldım. Bu səfər 1 manatdan aldım. Sonra qara üzüm. Belə həm ağ, həm də ki qırmızı üzüm aldım.
Təkər, biz buna təkər şəftəlisi deyirik. İndi bilmirəm buna əsl adı nədir. Sonra mandarin aldım. Bax belə bir şey. Bunun yaşılları da var idi. Çox turşu idi. Onu istəmədik. Sonra kök almışam. Bir də burada açım bunlar bu nə idi belə karalök oxşur deyəsən. Hə, karalök aldım. Sezonu gəlir. Sevirəm qış meyvələrini. Armud. Bir də bayaqki duzun qalan hissəsi. Yəni bu da bağlamalardan biridir. Biber aldım. Yeşil biber. Hə, bir də səska aldım. Sadəcə olaraq biz bunları səhər yeməklə alıb qoyduq, getdik. Qaynanam gələnə qədər, mən gələnə qədər bunu qəşəng akuratla səliqəli kəsib, doğrayıb, yerləşdirib qaba. Yəni sizə də məsləhətdir ki, belə bir marojna qablarına atmayın. Və bunlar üçün çox əlverişlidir. Hətta belə konfetlər də rahat yığa bilərsiniz. Sinə ətində toyuğun çıxartdım. Buzu açıldı, yudum, aşsəndən keçirtdim, suyu təmiz çəkildi və əti də çəkərkən bunu da çəkdim. Bunun içərisini, bunu sırf kotlet eləyəcəm deyə bir dənə balaca, belə deyə, orta boylu kartof, balaca bir kök, biber, sarımsaq, birbaşa soğan hamısını içərisinə çəkdim ki, rahat olsun və qıraxmalı da bol olsun ki, mən kotletdə yumurta vurmuram. Çünki yumurta vurarkən qoxusunu biz onu hiss edirik deyə yumurta vurmuram. Ona görə kartof da vururam ki, qıraxmallığı olsun və bişirərkən dağılmasın deyə. Yəni siz də istəsəz belə edə bilərsiniz. Sonra bir paketə yığdım. Rahat belə deyək də yaydım. Ondan sonra morozilkaya, soyuducuya qoyacağım ki, donsun ki, bunu bişirərkən götürüm, rahat şəkildə bişirim. Hər şey hazırdır. Sadəcə olaraq göy göyərtisini vuracağım. İvsiyo. Göyərtilərdən başqa hər bir şey içərisinə vurulub hazır qoyuram. Gördüyünüz kimi əti də çəkmişdim və onu da qarışdırıram. Biraz yüngül soğan vururam. Sarımsağı da, biberi də mən hər şeyin içərisinə vururam ki, o ona dadlandırıcı verir. Çox adam fikirləşir ki, ay soğanı vursam ətim qaralacaq və yaxud da nəyisə vursam ətim qaralacaq. Yuyub qoysam əti soyuducuya yenə qaralacaq. Boş-boş fikirlərdir. Çünki hamısını sınaqdan keçirtmişəm. Heç birinə də heç nə olmayıb. Yəni bunu deyim biləsiz. Çünki necə məsəl üçün tutalım, mən bir dəfə yuyulmuş əti qoydum. 2 dənə balaca tikə. Dedim səhərə qədər baxım görüm nə olur. 2 gün hətta qaldı. Heç bir şey olmadı. Növbəti dəfə çəkilmiş soğanla bərabər əti, yəni əti çəkmişdim. Onunla qoydum. Heç bir ziyanı olmadı. Yəni narahat olmayın. Sadəcə olaraq keçmişdən, düzdür, mən bir çox şeyləri keçmişdən olan şeyləri hələ də eləyirəm, amma bu boş söhbətdir. Sadəcə bir şayət yayılır insanların arasında və fikirlərimizdə, beynimizdə oturur qalır ki, biz bunu belə eləsək belə olacaq. Birinci onu sınayağın, yoxlayan bəlkə heç olmur. Məsəl üçün deyirlər, tutalım çöldə pul yağır və yaxud da qar yağır, yağmır, gün çıxıb,
hava sakit, belə xoş bir hava var. Yəni hər sözə inanmaq lazım deyil. Və bunlar da paketlərə yığıram, lay qəşəng sıra. O yol mənim üçün rahat olur. Məsəl üçün mən yol adamıyam da, belə deyim də. Çünki uşaqlar məktəbləri məni yol adamı eləyir. Səhər, günorta hətta 2 dəfə gedirəm. Axşam da 1 dəfə, səhər də 1 dəfə, 4 dəfə mən yoldayam. Get, gəl, hər dəfə yarım saat, 1 saat, harca 4-5 saatı mənim yolda gedir. Yəni ona görə, yəni iş xanımları da və yaxud uşaqlarını məktəbə aparıb gətirən xanımlar da, ya evdə çox olmaq istəyib ola bilməyən xanımlarımız var ki, onlar bu formada eləyib rahat şəkildə qoya bilər. Bu formada eləyib morozilkaya qoyarkən çalışın, hansı ki klokda ya əti yayıb üzərinə paketin qalan hissəsini keçirdib düzəldirsiniz. Yəni onu üstdən saxlayın ki, sabahları, yəni siz morozilkaya da qoyub o donana qədər oradan ətin suyu axmasın deyə. Yəni bağladığınız büklüyünüz isə üstə qalmalıdır. İndi görüm orada göstərəcəmmi ya yoxmu? İnşallah ki göstərərəm, sizdə daha yəni görərsiniz. Bu balaca bir paketimdir. Bunları küftəliyə ayırıram. İndi onlar mənim üçün daha rahat olacaq. Əlimə atacağım. Xırda küftələr sulu xörəkdə eləyirəm. Sonra iri küftələri də əlavə ayrı qoyuram. Onları da növbəti vlogumda sizinlə paylaşacağım hazırlayıb qoyarkən. Və burada pasonoşkalarımı çalışıram ki yuyum və pasonoşkaların vəziyyətini görürsünüz. Bu qızımın pasonoşkasıdır. Məktəbə 1-2 dəfə geyindi. Səhv eləmirəmsə. Yəni pasonoşka bərbad vəziyyətdə idi. Yığma vaxtı gəldi, qapqara idi və mən bunları çalışıram ki, göy sabunla bu formada diş şotkası ilə sürtürəm. Qəşəng çiçək kimi ağ olur və yaxud da 72'li sabunla da eləmək olar. Mən çox vaxt da göy sabunla eləyirəm. Ramiz falan filan, nə bilim hansı firma olur olsun fərq eləmir. Görürsünüz nə qəşəng ağardı. Orada qara cızıqdır. Sadəcə o harası plikan qırağına, ekskalatorda bilməm nə deyilsə belə sürtündü. O ləkə salıb bəzi hissələr. Yəni bunları tərtəmiz yuyuram. Altında hətta şotqalayıram ki, yəni növbəti ili uşaq evdə ayağını geyinib yoxlayanda altı belə təmiz olsun. Stəkanlarım epoksini qatmaq üçün olan stəkanlarım və çöplərimdir. Mütləq ki plasmas olmalıdır və görsənən olmalıdır ki içindəki həm qabarcıqlar həm də şey görəsən. Bu da ki taxta olmalıdır ki yapışmasın. Sonra bunlar renkli boyalarım da epoksiyə vermək üçün hər cür tonda var. Zərriləri də var, matları da var içində. Bu pinsetdir, bu cür bəzəkli qaşlı daşları falan yerləşdirmək üçün incə iş ya da yarpaq falan belə bir şeylərdə. Bunlar da çox incə çıqqılı xırda daşlardır. Bu pilkadır, epoksinin kənarlarını hamarlaşdırmaq üçün, əgər belə iti yerləri falan olsa bu şey üçün. Bunlar renkli, zərli kağızlardır. Üzərinə bəzək məqsədli istifadə eləmək üçündür. Bunlar qəliblərimdir. Yumru qab, padnoç fason bu formada bir qəlibdir. Bu da onun böyük formasıdır, düz bucaqlı formasında.
Bunlar da stəkan altı qəlbləridir. Sonda stəkan altı yaranır bunlardan. Bu formada balaca ölçülü. Bu tərəzimdir. Epoksini çəkmək üçün olan tərəzi mütləq qramaj dəqiq olmalıdır. Bu isilici aparatımdır. Bu da ki epoksinin üzərində yaranan hava qabarcıqlarını götürmək üçündür. Yoxsa çünki belə hava qabarcıqları qalır içində və heç yaxşı görüntü alınmır. Bunlar epoksilərimdir. 2 dənə olur. Bir-birinə qaçışdırılır. Eyni dərəcədə qaçışdırılmalıdır mütləq ki. Eyni qədərdir. 1-ə 1 orandadır. Bu da mütləq işləmək üçün olan əlcəklər. Və epoksinin içində gələn zərrlər. Epoksini yaymaq üçün olan spatula kimi bir şey. Əslində bunu istifadə edəndə xüsusi qaz maskalarından da istifadə olunur. Prosto mən hələ təzə başladığım üçün maskanı almamışam. Normal bildiyimiz xəstəlikdən qorumaq üçün olan maskalardan istifadə edəcəm. Nəhayət axşama da pizzanı bişirdim, hazırladım. Göz haqqınızı halal edin. Yorum yazıb like atıb abunə olmağı da unutmayın. Bir də kim başqa bir blogerin fanatısızsa, mümkün dərəcədə həmin yəni onlara yaza bilərsiniz. Başqasının fanatı gəlib mənim izləyicilərimə xoşa gəlmə söz yaza bilməz. Nə də mənim yorumumda o ixtiyar verilməyib ki, xoşa gəlmə söz yazsın. Çünki hərə öz tərbiyəsini göstərir. Mənim tərbiyəm ona sığışmır ki, sizə burada xoşa gəlmə söz yazım. Amma siz özünüzü o tərbiyəsini, yəni o tərbiyəni və yaxud da ki o sözləri özünüzə layiq bilirsiniz deyə gəlib bizdə yorumlarımızda da qeyd edirsiniz. Mümkün dərəcədə gedin, kimə fanatsız onların yorumlarında da iştirak eləyin. Hələlik.